Bugün qarət halları bütün mülkiyyət növləri üzrə ən aktual problemlərdən biri kimi sakinləri, eləcə də kiçik və iri biznes nümayəndələrini narahat edir. Müasir qarətçilər üçün kilidlər, itlər, sadə mühafizə xidməti heç bir maneə yaratmır. Son illərin statistikası göstərir ki, paytaxtda eləcə də regionlarda oğurluq və qarət halları durmadan artır. Dəyişən isə təkcə bu tip cinayətlərin sayı deyil, onların motivi və əhatə dairəsidir. Əgər bir zamanlar oğurluqlar adi üsullarla açıq qapıdan içəri daxil olma, yaxud açıq şəkildə sahibsiz qalan əşyaların oğurlanması idisə, indi cinayətkarlar daha müxtəlif üsullara əl atmaqla niyyətlərini həyata keçirirlər. Baxırdım evlərə axşamlar, gördüm kimin işə yanmır, o zabordan daxil olurdum. Reşotkasının pəncərəsini açırdım, keçirdim içəri. Televizor götürmüşəm 4 evdən. Bir dənə evdən Arslan götürmüşəm, bir dənə evdən kompüter götürmüşəm. Montirovkanın qapını sındırdım, astım. Girdim evə, birinci qızılları götürdüm. Sonra kompüteri götürdüm. Sonra da pul götürdüm, çıxdım bayra. Həyətə də girəndə gördüm ki, evin asma zamoko var üstündə. Bilirdim ki, ev boşdur. Girirdim. Bu zaman oğurluğa gələn şəxslər daha çox evdə olan qızıl zinət əşyalarını, eləcə də nəqd pulları ələ keçirirlər. Bəzi hallarda sadaladığımız əşyaları tapa bilmədikdə, çəkidə yüngül, qiymətdə ağır olan texniki əşyaları aparmaqla kifayətlənirlər. 6 dənə üzük idi, saat idi, sep idi, komplektlərim idi, hamısını. Termonun üstündə silməsində də, kaştokumda da pul. Bütün bunların qarşısını almaq üçün xüsusi mühafizə sistemləri son dərəcə zəruridir. Onlar qarət hadisəsini qeydə alaraq məlumatı şəbəkəyə ötürməklə bərabər hələ cinayət baş verməmişdən əvvəl dırnaqarası çağırılmamış qonaqları aşkar etməyə imkan verir. Çünki əksər qarət halları qabaqcadan hazırlanır. Bugün universal mühafizə sistemi mövcud deyil. Hər bir hadisə üçün onlar fərdi şəkildə, sahənin xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi əməkdaşları isə ötən il ərzində mənzillərə və obyektlərə quraşdırılan siqnalizasiya qurğularının köməyi ilə 95 oğurluq faktının qarşısını alıb. Bu zaman 55 nəfər hadisə başında yaxalanıb. Ötən il ərzində demək 95 oğurluq hadisəsinin qarşısını alınıb 55 nəfər. 154 digər cinayət hadisəsinin qarşısını alınaraq 173 nəfər saxlanılır. 69 nəfər, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan, yəni barəsində axtarış elan edilmiş, demək vətəndaş saxlanmış, onlar rəis polis orqanlarına təhvil verilmişdir. Bundan başqa demək xidmət apardığımız post və marşrutlarda 25 fakt üzrə demək 15 silah sursat, 1236 ədəddə silah tapılmış, 1236 ədəd sursat tapılaraq yığılaraq demək rəis polis orqanlarına təhvil verilmişdir. İdarə rəsmisi deyir ki, siqnalizasiya qurğularının obyektlərə quraşdırmaqla cinayətkarlar və yaxud mülkiyyətçilər öz əmlaklarını bir növ etibarlı təmin etmiş olurlar. Çünki siqnalizasiya sisteminin detektoru müxtəlif təyinatlıdır. Onlar hərəkətə, səsə, şüşənin sındırılmasına, divarın dağıdılmasına qarşı istifadə edilir. Polis naryadı mərkəzləşmiş mühafizə məntəqəsinin operatorluğundan həyəcan siqnalı barədə məlumatı qəbul etdikdən 3-5 dəqiqə ərzində deməli obyektə mənzilə çatmalıdır. Çatıb oranın yoxlanılmasını təmin edir. Deyək ki, pəncərənin sındırmaya qarşı qoyulursa, çöldən müdaxilə olunur, pəncərənin şüşəsinin gərilməsinin nəticəsində əmələ gələn səs bir neçə saniyə ərzində demək siqnalizasiya demək ki, belə götürək, qəbul edici tərəfindən qəbul edilir və ötürülür mərkəzə. Artıq mərkəzdə bilinir ki, pəncərəyə müdaxilə olub, ya orada zonanı göstərir. Daha sonra hadisə yerinə gələn mühafizə polisi obyektin yoxlanışını həyata keçirir. Ötən ilin sonlarında Binəqədi rayon ərazisində apteklərdən birinə oğurluğa girən şəxs elə hadisə yerindəcə ələ keçmişdi. O, obyektin damından içəri keçərək qassada olan pulu götürmüş, lakin obyekti tərk etməyə vaxt tapa bilməmişdi. Onun içəri daxil olması ilə obyektə quraşdırılan səssiz siqnalizasiya sistemi işə düşərək siqnalı baş mühafizə qurğusunu ötürməklə obyektə olunan kənar müdaxilə barədə məlumat vermişdi. Bu zaman 5 dəqiqə
düşərgə ərzində Binəqədi rayon Mühafizə İdarəsi əməkdaşları əraziyə gələrək oğurluq edən şəxsi elə aptekin içərisində ələ keçirməyə müvəffəq olmuşdular. İstintaq zamanı həmin şəxsin bir ay ərzində 15 mağaza və aptekdən oğurluq etməsi üzə çıxıb. Son illər oğurluq faktlarını araşdırdıqda o da məlum olur ki, bir sıra obyektlərdən oğurluq edən şəxslər elə burada işləyən özəl mühafizə xidmətinin əməkdaşlarıdır ki, onlar qoruduqları obyektlərin malına qənim kəsilirlər. Elə Binəqədi qəsəbəsində işlədiyi şirkətin kadrlar şöbəsində oğurluq edən şəxsin əməlləri də əmanətə xəyanət faktıdır. Mən gecə smenində işləyirəm orada. Orada pəncərə açıq idi, oradan pəncərədən gəlmişəm. Pəncərədən gəlmiş şkafın üstündə idi o kartlar. Oradan götürdüm, şkafın üstündə. Mütəxəssislər hesab edir ki, elm və texnologiya inkişaf etdikcə oğurluqların metod və üsulları da dəyişir. Əmlakın mühafizəsini daha etibarlı, mühafizəyə çalışır, daha etibarlı təmin olsun. Cinayətkar ünsür də bizdən bərabər inkişaf edir. İnsan orqanizmin temperaturu, demək, işlənilir, verilir həmin daçıqa. O temperatura görə bu siqnal verir. Belə müəyyən etmir, bu insandır, bu və yaxud canlıdır. Bu cihaz sadəcə olaraq onu müəyyən ki, obyektin içərisində hərəkət edir. Oğurluq yaş tanımır deyirlər. İstər yetkinlik yaşlarında, istərsə ahıl yaşlarında hər kəs oğurluq edir. Kimisi bu hərəkətini maddi ehtiyacdan yaranan əməl adı verirsə, kimlərsə də artıq oğurluğu, cibgirliyi özlərinə peşə seçirlər. Ötən verilişlərimizin dırnaqarası qəhrəmanlarından olan Zülfiqar Məmmədovun da ömrünün 38 ilini dəmir barmaqlıqlar arasında keçirməsinə də məhz etdiyi oğurluqlar səbəb olub. Buradan heç kim heç nə qazanmadı. Heç nə qazanmadı. Bir dənə məhkum deyənməz ki, mən türmədə bir şey qazandım. Hər şey dağıldı. Ailədə üzgöz oldu adamla, hamısı qonşu adamla üzgöz oldu. Elə kriminal aləmdə qızılbarmaq Fatma kimi tanınan qadın da cibgirlik etdiyi səbəbindən ömrünün yarıdan çoxunu azadlıqdan məhrum edilərək keçirib. Lakin görünür ki, bu tip insanlar oğurluq etdikdə nə özlərini, nə də qarşılarındakı insanları düşünürlər. Hamısı Allahın yazısıdır. Bilsən nədir o oğlum? Birinin cibindən 10 manatını çıxartırsan, bilmirsə o getdi, nə yedi evində. Hara gedirdi, 10 manatı hara aparırdı, kim üçün aparırdı? Bax, onlar hamısı yığılır, Allah çıxır insanlar. Malı mülkü oğurlanan və ümumiyyətlə vətəndaşlara isə bütün bu olanlara görə ən sonda tövsiyəmiz odur ki, onların baş verməməsi üçün az da olsa öncədən bir addım atılmalıdır. Yəni, əmlakının qorunması naminə özündən asılı olan hər bir profilaktikanı görməlidir. Məşhur bir el məsəlində deyildiyi kimi, malını gözləyəsən ki, qonşunu oğru tutmayasan.